Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuh. Əziz dostlar, mən Eldar Kərimov, ərəb dili dərslərimizdə xoş gördük sizləri. Əziz dostlar, bugünkü dərsimizdə biz həm oxu qabiliyyətimizi inkişaf elətdirmək, həm də yeni sözlərlə, yeni cümlə quruluşlarıyla tanış olmaq üçün maraqlı bir kitabı birlikdə oxuyacağıq. Bugünkü dərsimiz ərəb dilində B1 səviyyəsində nəzərdə tutulub və bugünkü hekayə kitabımızı birlikdə nəzərdən keçirəcəyik. Bugünkü maraqlı kitabımızın adı Hədəyəl Aydi, bayram hədiyyələri. Vaxt itirmədən kitabımızı oxumağa başlayırıq əziz dostlar. Əl-yevmə huvə əvvəlu əyyəmi Aydil Fıtris Said. Bugün mübarək Ramazan bayramı günlərinin birinci günüdür. Ömər məzələ nəimən fi səririhi. Ömər hələ də çarpayısında yatır, yatılı vəziyyətdədir. Məzələ bir hadisənin hələ də davam etdiyini göstərir. Nəimən burada tərzi hərəkət zərfi olaraq yatmağı bildirir. Fi səririhi öz çarpayısında. Gördüyünüz kimi əziz dostlar, burada yeni sözlərlə bağlı şəkillər verilir və şəkillərin də altında həmin yeni sözlər vurğulanır. Sərirun çarpayı, aydun bayram. Və fəcətən qafəzə Öməru min səririhi. Birdən Ömər çarpayısından tullandı. Çarpayısından sıçradı da deyə bilərik. Fəqad səmi'a səvtəl müəzzini fil məscidi və huvə yəqul. İki cümləni birlikdə də tərcümə edə bilərik dostlar. Ömər birdən, fəcətən birdən məsciddəki müəzzinin səsini eşidərək çarpayısından tullandı, sıçradı. Qafəzə tullanmaq, sıçramaq mənasında. Və huvə yəqul, müəzzin deyirdi. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahə illallahu, Allahu Ekber, Allahu Ekber və lillahil hamd. Burada müəzzinin dediyi sözləri ifadə edib müəllif. Allahu Ekber bilirik, Allah ən böyükdür, Allahu Ekber təkbir gətirir, Allah ən böyükdür, Allahu Ekber, La ilahə illallah, Allahdan başqa ilah yoxdur, Allahu Ekber, Allahu Ekber, yenə Allah ən böyükdür, Allah ən böyükdür, və lillahil hamd, həmd, şükür Allah üçündür. Burada da səhifənin sonunda yenə şəkil və şəkilin altında yeni sözümüz verilib. Müəzzin, məsciddə əzan çəkən insana deyilir, məscidun da məsciddir əziz dostlar. Davam edirik. Nəzələ Öməru an səriri. Ömər çarpayısından indi. Nəzələ enmək. Nəzələ Öməru an səriri. Ömər çarpayısından indi. Fəvvəcədə sunduqan kəbirən müğəlləfən alə şəkli hədiyyə. Və o, hədiyyə şəklində bağlanmış böyük bir sandıq, boğça tapdı. Gördü mənasında. Fəvvəcədə tapmaqdır. Sunduqan kəbirən böyük bir qutu, sandıq. Müğəlləfən qılıq sözü də buradan gəlir. Müğəlləf bağlanmış. Alə şəkli hədiyyə, hədiyyə şəklində bağlanmış böyük bir sandıq, qutu gördü, tapdı. Fərihə Ömər və qal. Ömər sevindi və belə dedi. Ləbuddə ənə validi qad əhtərə liddərracətəl həvaiyyətə ləti rəəytuhə fi dükkənil əl'ab. Labuddur ki, yəqin ki də tərcümə eləmək mümkündür əziz dostlar. Yəqin ki, mənim atam mənim üçün qad əhtərəli, mənim üçün gətirib, alıb əddərracətəl həvaiyyə velosiped. Dərracətəl həvaiyyə velosipeddir əziz dostlar, şəkildə də gördüyünüz kimi. Əlləti hansı ki, rəəytuhə mən onu görmüşəm, görmüşdüm, rəəytu mən gördüm, hə onu fi dükkənil əl'ab. Oyuncaq mağazasında gördüyüm velosipedi gətirib. Yəqin ki, atam mənim üçün oyuncaq mağazasında gördüyüm velosipedi alıb gətirib, deyə düşünür Ömər öz xəyalında, öz fikrində. Səhifənin sonunda yeni sözlərimiz var. Sunduqun, yenə sandıq, qutu mənasında. Hədiyyə, hədiyyə. Dərracətun həvaiyyə, velosiped. Dükkənun, dükan. Fətəhə Öməru sunduqa bisur'a. Ömər sandığı sürətlə açdı. Fətəhə açdı. Vələkinnəhu ləm yəcidi dərracətəl həvaiyyə. Lakin o
ləm yecid. O tapmadı. Vəcədə bayaq qeyd etdik tapmaqdır. Ləm yecid indiki zaman feilinin önünə ləm qoyulduğu zaman indiki zaman feilini inkarda bildirir və mənasını da keçmişə aparır. Vələkinnəhu ləm yecidid dərracətəl həvaiyyə. Lakin o velosipedi tapmadı. Vəcədə bədələn minhə sunduqan əxar əsxara minə sunduqus səbiq. O, onun yerinə, yəni velosipedin yerinə vəcədə bədələn minhə, yəni velosipedin yerinə, velosipedə bədəl olaraq nə tapdı? Vəcədə sunduqan əxar əsxar. Başqa bir, balaca bir sandıq tapdı. Minə sunduqus səbiq. Əvvəlki sandıqdan daha balaca olan başqa bir sandıq tapdı. Qalə Ömər, Ömər yenə öz-özlüyündə deyir, Yəbdu ənə validəti qad əhdərətis səyyarətə zətəl acələtil ərbə'illəti kuntu qad rəeytuhə indəmə kuntu mə'a ummi fissuq. Görünən budur ki, öz-özünə yenə Ömər xəyal qurur, Yəbdu ənə, görünən budur ki, validəti mənim anam qad əhdərətis səyyarətə maşın gətirib, maşın alıb. Necə maşın? Zətəl acələtil ərbəʼ, 4 təkərli maşın alıb, əlləti, o maşını ki, hansı ki, kuntu qad rəeytuhə indəmə kuntu mə'a ummi fissuq. Bazarda anamla bərabər olduğum zaman gördüyüm 4 təkərli maşını alıb. Yenə ümumi tərcümədə desək, görünən odur ki, anam mənim üçün 4 təkərli maşın alıb, hansı ki, əlləti, kuntu qad rəeytuhə, mən onu görmüşdüm, indəmə kuntu mə'a ummi fissuq. Anamla birlikdə bazarda olduğum zaman. Anamla birlikdə bazarda olduğum zaman gördüyüm 4 təkərli maşını alıb, yəqin ki, anam deyir. Yenə səhifənin sonunda şəkillərimiz var. Səyyara maşın, suqun bazar, ərbaun 4. Fətəə Ömərus sunduq. Ömər sandığı açdı. Və ləm yecidis səyyara. Amma o maşını tapmadı. Və ləm yecidis səyyara. Vəcədə sunduqan əsğara minə sunduqus səbiq. O yenə də əvvəlki sandıqdan daha balaca bir sandıq tapdı. Vəcədə sunduqan əsğara, daha balaca minə sunduqus səbiq, əvvəlki sandıqdan. Şəkillərə baxırıq. Əkbər, daha böyük, əsğar, daha balaca. Qalə Ömər, əxi Əhməd yuhibbul müzəh. Ömər yenə öz-özünə düşünür və deyir, əxi Əhməd, qardaşım Əhməd yuhibbul müzəh, zarafatı xoşluyur. Və lizəlik, ona görə də yumkinu ən yəkuna qəd əhdərə lil qitarə davilə ləzi rəeytuhu indəmə dəxəlnə dükkənəl əl'ab. Elə buna görə də mümkündür ki, qardaşım mənə alıb gətirib qad əhdərəli əl-qitarə tavil, uzun bir qatar alıb, əlləzi, hansı ki, rəeytuhu, mən onu görmüşəm, indəmə dəxəlnə dükkənəl əl'ab, oyuncaq mağazasına girdiyimiz zaman. Qardaşımla birlikdə, düzdür, burada qardaşımla birlikdə ifadəsi yoxdur, amma oyuncaq mağazasına girdiyimiz zaman gördüyüm uzun qatarı alıb yəqin ki, qardaşım deyə düşünür Ömər. Burada da aşağıda şəkildə qitarun, qatar. Ləm yecid Ömər əl-qitar. Ömər qatarı tapmadı. Və innəmə vəcədə sunduqan səğiran. Amma balaca bir sandıq tapdı. Qalə Ömər, Ömər yenə öz-özünə deyir, Yəbdu ənə uxti Suadə qad əhdərət lit-tairətəlləti vədətni bihə. Görünən budur ki, bacım Suad mənim üçün mənə söz verdiyi təyyarəni alıb gətirib. Vədətni bihə. Vədə vəd etmək, söz vermək. Yəni, mənə vəd etdiyi təyyarəni alıb. Şəkillərə baxırıq. Əxun qardaş, uxtun bacı, tairatun təyyarə. Yenə davam edir əziz dostlar. Və mə infətəhə Ömərus sunduq. Ömər sandığı açdığında, həmin o balaca sandığı, hətta iddiadə minəl xavf, qorxudan uzaqlaşdı. Elə bir vəziyyət gəldi ki, Ömər
qorxub həmin sandıqdan uzağa durdu. Xaraca ləhu minəs-sunduq lu'bətun alə şəkli mühərric. Sandıqdan onun üçün palyaço şəklində bir oyuncaq çıxdı. Xaraca ləhu minəs-sunduq lu'bətun alə şəkli mühərric. Mühərric palyaço deyirik dostlar bir buna. Burada da gördüyünüz kimi şəkildə də öz əksini tapır. Lu'bətun oyuncaq, mühərricun palyaço. Davam edirik. Həzənə Öməru kəsiran. Ömər çox hüzünləndi. Fəhuvə lə yuhibbu mislə hədihil əl'ab. O, bu şəkildə oyuncaqları sevmirdi. Lə yuhibbu sevmir mislə hədihil əl'ab. Bu kimi oyuncaqları. Liənnəhə lə tətəhərrək. Çünki onlar hərəkət etmirlər. Lə tətəhərrək. Xaraca Öməru min qurfətihi və dumu'u fi ayneyhi. Ömər otağından çıxdı və gözlərində yaşlarla və dumu'u göz yaşlarıdır fi ayneyhi gözlərində. Yəni Ömər gözləri yaşlı otağından çıxdı. Və mə kədə Öməru yaxrucu min qurfətihi hattə səmi'a savtan aliyan yəqulu ləh. Ömər otağından çıxar çıxmaz ucadan bir səs eşitdi. Yəqulu ləhu. Ona deyilirdi. Kullu amin və əntə bi xayrin ya Ömər. Bayramın mübarək olsun deyə bir səs eşitdi. Və mə kədə az qala çıxırdı ki. Kimi tərcümə olunur əziz dostlar. Fərihə Öməru kəsiran fəqad ra'a əbəhu yəqifu əməmə. Ömər çox sevindi. Fəqad ra'a atasını görmüşdü. Fəqad ra'a əbəhu atasını görmüşdü. Yəqifu əməmə qarşısında dayanmışdı. Və ma'ahu dərracətul həvaiyyə. Onunla birlikdə velosiped də var idi. Və ra'a umməhu təqifu əməmə. Anasını gördü, o da onun qarşısında dayanmışdı. Və ma'ahəs seyyəratu zətul acələtil ərba. Onunla da birlikdə 4 təkərli bir maşın vardı. Səlləmə Ömər alə valideyhi və huvə məsrurun. Ömər öz valideynlərinə salam verdi və o sevincli idi. Thumma ra'a əxahu Əhməd yəqifu əməmə. Sonra qardaşı Əhmədi qarşısında dayanan gördü və ma'ahul qitarı tavil. Onunla da bərabər böyük bir qatar var idi. Onun əlində, onda da böyük bir qatar var idi. Əmmə uxtuhu Suad fəqad əhdərət ləhu tairətəlləti vədədhu bihə. Bacısı Suada gəlincə isə o da ona söz verdiyi qatarı gətirmişdi. Bu şəkildə əziz dostlar, bu kitabımızın sonuna gəldik. Hesab edirəm ki, burada çox maraqlı bir mövzunu birlikdə oxumuş olduq. Burada maraqlı sözlər də var idi. Kitabın sonunda məhz bu sözləri biz burada görürük əziz dostlar. Lu'bətun oyuncaq, mühərricun palyaço, sərirun çarpayı, aidun bayram, müəzzin müəzzin, məscidun məscid, dükkanun dükan, suqun bazar, sunduqun sandıq, hədiyyətun hədiyyə, dərracətun həvaiyyə, velosiped, səyyarətun maşın, qitarun qatar, tayirətun təyyarə, əxun qardaş, uxtun bacı, əkbər daha böyük, əsğar daha kiçik, ərba 4. Əziz dostlar, növbəti bir dərsimizin sonuna gəldik. Hesab edirəm ki, bu dərsimizdə əvvəlki dərslərimiz kimi maraqlı oldu. Sizin üçün faydalı olursa dərslərimiz, kanalımıza abunə olmağı, dərslərimizin altına öz fikirlərinizi, öz təkliflərinizi yazmağı unutmayın. Və əgər bu dərslər sizin üçün faydalıdırsa, dostlarınıza, tanışlarınıza da bu linkləri paylaşın, onlar da faydalansın inşallah. Özünüzə yaxşı baxın, sizə dərslərinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.